Valeriya Kartaşova və başqa gimnastları qeyd etmək olar. Vaxtilə Bakıda keçirilən Avropa çempionatında çoxnövçülükdə Yevgeniya Kanayeva birinci yeri tutmuşdu. Və təbii ki, indi geridə Rusiya gimnastlarını qələbəyə əsas namizədlərdən biri kimi göstərmək olar. Çox mürəkkəb bir kompozisiyadır. Oldukça mürəkkəb kompozisiyadır və çox məharətlə, bacarıqla. Sinxronluq. Və ən başlıcası da səhvlərə yol vermirlər. Bəli. Rus xalq rəqsləri, çastuşkalar öz oynaqlığı, şuxluğu ilə çox seçilir və indi gimnastlar da bu rəqslərin tempinə uyğun olaraq hərəkət etdilər və hiss olunur ki, müəyyən qədər yoruldular da, amma ən başlıcası odur ki, çox qətiyyətlə, inamla çıxış etdilər. Səhvləri də az idi. Və indi bu komanda əgər ümumi hesabda birinci yerə çıxsa, yəni ki, heç kim təcrübələnməsin. Bəli. Və bir qədər əvvəl İtaliya komandasının çıxışına verilən qiymət elan olunur. 17,383 bal və bu nəticə ilə İtaliyalılar 3-cü yerə çıxır və Azərbaycan gimnastlarını 4-cü pilləyə sıxışdırırlar.